Mən mini futbola bir dostum var idi, bir 12 il bundan qabaq. Mən böyük futbol oynadım, böyük futbolu buraxdım. Ondan sonra futbol oynamadım. Niyə xoşuna gəlmədi yoxsa? Yox, qutardım futboluna. O bazı nüanslar var idi. Ona görə dedim oynamayacağım, oynamadım və gedib işləyirdim. Almaniyada bunlar Yox, olurdu. burada. Ha, burada. Ondan sonra bir dostumuz var idi, Anar, elə buradan adını vurğulayım. O dostumuz, o mənə dəvət elədi, gəl futsal oynayaq. Futsal, mən dedim, futsal nədir? Deyir, belə də mini zalda oynayacaqlar. Mən o vaxtı bilmirdim, yəni açıq deyim. Dəvət elədi, getdim elə futsal oynadım. O vaxt Əli Oyunlar Sarayı, Hə. Göy Teraflex olan vaxtı. O vaxtı gəldi, oynadıq. Və elə gördülər, çağırdılar komandalara, təkliflər elədilər. Elə gəldi, şükür Allah, gəldim, ən yaxşıya düşdüm. Ən yaxşıdan da milliyə düşdüm. Və o da başqa bir isti, məşqçimiz Braziliyalı Alessio. O futsalın yaxşı vaxtları. Futzalın yaxşı vaxtları idi. Futzalın yaxşı oyuncular vaxtı idi. Vitali Varisov, Rizvan Fərzəliyev. Sən o da dünya çempionatına, Avropa çempionatına getmişdin. Bəli, oynamışam. Biz də o vaxt, onda da dünya çempionatına iştirak etmişik Kolumbiyada 2016-cı il. Studiyada olub məndə. O ilin də ən yaxşı millisi seçilmişik cənab prezident tərəfindən.